Hamı soruşurdu, kibrit qaynağını harda elətdirirsən, kim eləyir? Baxın, kibrit qaynağını əslində kibrikləri Temudan sifariş edirəm və özüm tətbiq edirəm. Necə videoda ətraflı göstərmişəm. İlk öncə köhnə kibriklərimizi çıxarırıq və yerini təmizləyib yeni kibriklərimizi bu şəkildə videoda gördüğünüz kimi aslında çok asandır. Həqiqətən çox asandır. Sadəcə olaraq bəzən olur ki, yapışqanı yaxşı olmur, keyfiyyətsiz olur. Bir qutudan 2 ədəd çıxır. Biri yaxşı idi, biri keyfiyyətsiz. Məni çox əsəbləşdirdi və axırda kibriklə saç yoldusuna çıxdım. Əsəbləşdim və bezdirdi məni. Akalt elədim, getdim bagajdan yenisini gətirməyə. Eğer kiprikli maşın sürürsünüzsə, zapasda en azından 4-5 cüt kipriğiniz olmalıdır. Benim kimi. Bu şəkildə ikisini də yapışdırırıq. Voilà, hazır. Və keçdik tujumuza. Tujumuz adi qayçıdır. Və salam. Qayçını gözəl bir şəkildə kipriklərimizi qaldırırıq. Bu da kiprikli Nissan.